Salam, bugün sizə 7-ci sinif biologiya iş dəftərindən 6.4 ekoloji piramidalar mövzusunun çalışmalarını izah edəcəm. Birinci suala başlayaq. Təqdim olunmuş enerji piramidasında hər trofik səviyyədə olan enerji özündən əvvəlki trofik səviyyədəki enerjidən 10 dəfə azdır. Bu itirilmiş enerji hansı şəkildə ayrılmışdır? Enerji piramidasında enerji ötürülməsi zamanı hər səviyyədə təxminən 90% enerji itirilir. Yalnız 10% isə növbəti səviyyəyə ötürülür. Deməli 90% itir, 90% itib, 10% isə növbəti səviyyəyə keçib. 10% növbəti səviyyəyə keçib. Şəkildə də ona əsasən 10.000 kilojul enerji, daha sonra 1000 kilojul enerji, ən sonda 100 və 10 kilojul enerji kimi göstərilib. Bu da enerji piramidasının qanuna uyğunluğunu bizə göstərir. Deməli, necə oldu? Enerji piramidasında enerji ötürülməsi zamanı hər səviyyədə təxminən 90% enerji itirilir. Yalnız 10% isə növbəti səviyyəyə ötürülür. Şəkildə 10 kilojul, 1000 kilojul, 10.000 kilojul və s. enerji itirildiğini müşahidə edirik. İkinci suala baxaq. Piramidada verilmiş canlıları qidalama xüsusiyyətinə görə qruplaşdır və fikrini əsaslandır. Baxaq indi şəklə baxaq. Bizə verilib qida zənciri, bitki, prodüsent, ilkin konsument verib çəyirtkə, ikinci konsument qurbağa, üçüncü konsument ilandır, redüsent isə bəzi göbələk və bakteriyalardır. Deməli, burada ilan heterotrofdur. Üçüncü dərəcə istehlakçıdır. İlan heterotrofdur. Heterotrof və üçüncü dərəcəli istehlakçıdır. Qurbağaya baxaq. Qurbağa heterotrofdur. İkinci dərəcəli istehlakçıdır. İkinci dərəcəli istehlakçı. Daha sonra çəyirtkə. Çəyirtkə də heterotrofdur. Çəyirtkə də heterotrofdur. Bitki ilə qidalanır. Yəni birinci dərəcəli çəyirtkə isə birinci dərəcəli istehlakçıdır. Gəlirik bitkiyə. Bitki isə avtotrofdur. Prodüsentdir. Bəzi bakteriya və göbələklər isə redüsentdirlər. Ölü orqanizmləri parçalayırlar. Ölü orqanizmləri parçalayırlar. Üçüncü suala baxaq. Təqdim olunmuş ədəd piramidalarına uyğun qida zənciri qur. Birinci piramidaya baxaq. Bu əksi piramidadır. Yəni yuxarıda canlıların sayı çoxdur. Ən aşağıda az sayda canlı var. Yuxarıya doğru isə canlıların sayı artıb. Bu vəziyyət bir canlı orqanizm üzərində çoxlu parazitlərin yaşadığı vəziyyətə uyğundur. Məsələn, qida zəncirini belə qura bilərik. Malqara, gənə, qarğa. Deməli, belə quracaq qida zəncirini birinci piramidada. Malqara, gənə və qarğa. Birinci piramidaya uyğun gələn qida zənciri budur. Malqara, gənə, qarğa. İkinci piramida isə normal piramidadır. Yəni yuxarıya doğru sayı azalır. Ən altda çox canlı, yuxarıya doğru isə canlıların sayı azalır. Məsələn, deməli ən altda olacaq ot. Məsələn, ot bitkisi yazaq bura ən altda. Ot. Otla qidalanar. Çəyirtkə. Çəyirtkə ilə qidalanar. Qurbağa. Qurbağa ilə də qidalanar ilan. Bu şəkildə olacaq. Üçüncü piramida isə baxaq. Üçüncü piramida isə ən altda çoxdur, ortada azdır, yuxarıya doğru isə çoxalır. Burada orqanizm sayı qida zənciri belə olacaq. Ot. Ot. Malqara. Malqara ilə də qidalansın, məsələn, muxlar, yəni parazitlər. Mux. Yəni parazitlər. Ot, malqara və muxlar, yəni və ya parazitlər. Parazit də yazarıq bura. Və yaxud da parazit də yaza bilərsiniz. Keçək indi dördüncü sual. Dördüncü sualda 5 trofik səviyyədən ibarət olan piramidada prodüsentlərə düşən günəş enerjisi 1 milyon kilojul olmuşdur. Bu enerjinin 1% prodüsentlərin mənimsədiyi nəzərə alsaq, hər trofik səviyyədəki enerjini hesabla bir trofik səviyyədən digərinə keçid zamanı enerji təqribən 90% itirilir, 10% bədənə keçir. Amma belə deyək, prodüsentlər isə 1% mənimsəyir.
Deməli, günəş enerjisi 1 milyondur, prosent onun 1%-ni mənimsəyir. Onda 1 milyonu vuracağıq 0,1-ə, cavab edəcək 10.000. 10.000 kilojoule. Hər türlü fiks səviyyədə enerjinin 10% ötürülür, 90% itirilir. Onda birinci səviyyədə oldu, 10.000 kilojoule enerji. İkinci səviyyəsi birinci dərəcəli istehlakçılardır, yəni ot yeyənlərdir. Onlar isə 1%-dən, deməli 10%-dən istifadə edir. 10%-dən istifadə edirsə, onda 10.000-i vuracağıq 0,1-ə. Eləyəcək 1000 kilojoule enerji. Deməli, ikinci səviyyə oldu 1000 kilojoule enerji. Üçüncü səviyyədə isə 1000-i vuracağıq 0,1-ə, eləyəcək 100 kilojoule enerji. Dördüncü səviyyədə isə 100-ü vuracağıq 0,1-ə, eləyəcək 10 kilojoule enerji. Beşinci səviyyədə isə 10-u vuracağıq 0,1-ə, eləyəcək 1 kilojoule enerji. Aha, bura qədər. Daha sonra 5-ci sualda verilmiş qida zəncirinə uyğun olaraq ədəd və böyüklükdə piramidasını qur. A variantında qarğıdalı, sıçan, bayquş. Burada ədəd piramidasını quraq. Qarğıdalının sayı ən çox olduğuna görə düzbucağını ən uzun çəkirik. Daha sonra isə sıçanlar daha azdır. Bayquş isə ən azdır. Deməli, belə. İndi isə böyüklükdə piramidasını quraq. Yenə qarğıdalının böyük kütləsi daha çoxdur. Sıçan və bayquşun böyük kütləsi isə tədricən azalır. Bu şəkildə də oldu böyük kütlə piramidası. B-yə baxaq. Yer kökü, dovşan, tülkü, aslan. Ədəd piramidasını quraq. Yer kökü çox, dovşan az, tülkü daha az, ən az isə aslan olacaq burada. Ədəd piramidasında. Böyük kütlə piramidasında da elə həmçinin yer kökü deməli böyük kütləsi böyükdür. Dovşanın böyük kütləsindən, onun böyük kütləsi böyükdür tülküdən. O da aslandan böyükdür. C-yə baxaq. Ot, çəyirtkə, qurbağa, ilan və qartal. Ədəd piramidasında ot çoxdur. Çəyirtkə otdan azdır. Qurbağa daha azdır. İlan qurbağadan azdır. Ən az isə nə olacaq? Qartal olacaq ədəd piramidasında. Böyük kütlə piramidasında isə otun böyük kütləsi daha yüksəkdir. Tədricən azalır. Elə eyni şəkildə quracağıq burada da ot. Daha sonra çəyirtkə, daha sonra qurbağa, ilan və ən az isə qartal. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi